İxtisas qrupları üzrə yanaşmanı aradan qaldırmalıyıq. Birincisi, əgər siz tarixçi olmaq istəyirsinizsə, siz ancaq tarixdən imtahan verməlisiniz. Siz riyaziyyatçı olmaq istəyirsinizsə, siz niyə Azərbaycandan imtahan verməlisiniz? 11 il oxumusunuz da bunu. Yenə də deyirəm, bugün bizim problemimiz ondan ibarətdir ki, hüquqşünas olmaq istəyən riyaziyyatdan imtahan verir. Orta məktəbdə 11 il bu keçib bunu və qiymət alıb. Biz imtahanlara yanaşmanı dəyişməliyik. Kimsə həkim olmaq istəyirsə, niyə ingiliscəsindən imtahan verməlidir? Ali məktəbdə öyrənər də bunu. Yenə də deyirəm, biz bu günləri hesab edirik ki, imtahanlarda hər şeyi biz öyrətməliyik. İmtahanlar bizim uşaqlarımızı yorur, bezdirir. Və universitetə girəndə oxumaq istəmirlər, çünki kifayət qədər oxuyub yorulublar, beziblər. Birinci, biz bunu dəyişməliyik qruplara. İkincisi, qabiliyyət tələb edən ixtisaslar doğru yanaşma deyil. Məsələn, qabiliyyətdə elə bacarıqlar tələb olunur ki, orta məktəbdə həmin şagirdə dərs deyən müəllim onu çəkə bilməz. Təsviri sənətdən bağlı, dizaynla bağlı olsun. Biz orta məktəbdəki real vəziyyəti qiymətləndirməliyik. Bu günləri real vəziyyət bilirsiniz necədir? Siz riyaziyyatdan 0 bal toplayıb gedib riyaziyyat müəllimi ola bilirsiniz. Tarixdən 0 bal toplayırsınız, gedib tarix müəllimi olursunuz. Bu yanaşmanı dəyişməliyik. Müəllimliyin keçid balını tamam fərqli eləməliyik ki, ancaq yüksək nəticə toplayanlar getsinlər müəllim olsunlar. Kimsə 200 bal toplayıb gedib müəllim olur və təbii ki, sabah o qarşısındakı şəxsə nə verə biləcək? Heç nə. Ona görə bu yanaşmalar mütləq şəkildə dəyişməlidir.